Salam əziz şagirdlər. Belə bir sual nümunəsi verilib. Əlbəttə ki, bizdən x-in aldığı qiymətləri istəyir. Uşaqlar, bu tip suallarda 3 hala baxılır. 1. 6 çıx x özü 1 olarsa. Çünki 1-in üzərində nə olursa olsun, onsuz da bizə 1 verəcəkdir. 1 də 1-ə bərabərdir. İkinci hal, 6 çıx x bərabərdir -1 olar. O halda ki, x-in kvadratı üstə gələk 7x üstə gələk 12 cüt ədəd alınsın. Niyə cüt ədəd? Çünki 6 çıx x -1-dirsə, -1-in üstü cüt ancaq bizə müsbət 1-i verə bilərdi. Yəni, tək olsa mənfi verərdi, -1 də müsbət 1-ə bərabər deyil. Üçüncü halda x-in kvadratı üzərinə gəl 7x üzərinə gəl 12 bərabərdir 0 olarsa. Çünki bütün ədədlərin üstü 0 bizə 1 verir. Əlbəttə, bunu türk üsulu ilə yazmaq olar. Müsbət 3, müsbət 4, 12 verir. Vuruqları ayırma üsulu ilə. Toplayanda da 7 verir. X üstə gələk 3, x üzərinə gələk 4 bərabərdir 0. X bərabərdir -3, x bərabərdir -4 edir. Ayrı-ayrı 0-a bərabər etdikdə. İkinci hala baxaq. İkinci halda 6 üzərinə gəl 1 bərabərdir x. X bərabərdir 7 alındı. Əgər bu şərti ödəsə, cüt versə, 7 rəqəmi burada. Əlbəttə ki, 7 də tənliyin kökü sayılacaq. Yəni, x 7 qiymətində ala biləcək. 49 üzərinə gəl 49, üzərinə gəl 12 etdi 110. Əlbəttə ki, cüt etdi. Onun üçün də x 7 qiymətini də ala bilir. Birinci şərtə baxaq. 6 çıx x 1-dirsə, 6 çıx 1 bərabərdir x. X də bərabərdir 5 olar. Deməli, x bərabərdir -3, -4, 5 və 7 qiymətlərini alacaqdır.